Salam. Bugün sizinlə çox maraqlı bir test izahına baxacağıq. Sualımız deyir ki, hansı cümlədə işarə əvəzliyindən sonra vergül düz qoyulsa da müstəqil cümlə üzvü deyil? İşarə əvəzliklərimiz o, bu əvəzliyidir. Vergülün qoyulması qaydası bu ikisinə aiddir. Vergül o zaman qoyulur ki, o, bu işarə əvəzlikləri əgər kim sualına cavab verirsə, mübtəda olursa cümlədə. Bizdə isə burada deyil, müstəqil cümlə üzvü deyil. Yəni deməli burada mübtəda olmamalıdır. Baxaq cavablarımıza. O dostunu şəhərdə görəndə biz oradaydıq. Biz mübtədadır, oradaydıq. Xəbərdir. Nə vaxt o dostunu şəhərdə görəndə. Müstəqil cümlə üzvü deyil o. Vergül doğru qoyulmuşdur. Lakin o işarə əvəzliyi deyil, şəxs əvəzliyidir. B bəndində. Bu kitabı evə gətirəndə bəxşiş verdi. Kim bu? Nə etdi? Bəxşiş verdi. Artıq bu burada müstəqil cümlə üzvü oldu. C bəndində o buraya gələrkən onunla gəlmişdim. Nə etmişdim? Gəlmişdim. Kim? Mən. Nə vaxt o buraya gələrkən yenə də o işarə əvəzliyi deyil, şəxs əvəzliyidir. D bəndində. Bu şəhərə gedəndə Akif də gedər. Nə edər gedər? Kim Akif? Nə vaxt? Bu şəhərə gedəndə. Burada bu işarə əvəzliyidir. Vergül doğru qoyulmuşdur. Özündən sonra isim gəlir və cümlənin müstəqil cümlə üzvü deyildir. Fe'li bağlamanın tərkibinin içində getdiyi üçün zaman zərfliyidir. Bütöv, yəni tərkibin içindədir. E bəndinə də baxaq. Bu hansı kitabı oxuyanda müəllim görməyib? Nə edib görməyib? Kim müəllim? Nə vaxt? Bu hansı kitabı oxuyanda? Burada da fe'li bağlama tərkibindədir. Lakin şərtimizdə deyir ki, vergül düzgün qoyulsa da, E bəndində isə vergül düzgün qoyulmamışdır. Növbəti suallarımızı və dərslərimizə qoşulmaq üçün bizi izləməyə davam edin.